Məsafələrə bir baxaq. Deyir ki, 400 yazan şəkilçilərin tərkibində hansı saitlər işlənir? Bax, şəkilçilər yazışına görə 3 dənə olur. 1 variantlı, 2 variantlı, 4 variantlı şəkilçilər. Bizim 3 variantlı şəkilçimiz yoxdur. 1 variantlı şəkilçilər nədir? Daş, kar, ıstan, xana, yəni onların ikinci biri yoxdur. Bir də ki, o şəkilçilər həmişə leksik olurlar, pilüsdə alınma olurlar, pilüsdə sözə qoşulduqda ahəng qanunu pozurlar. Həmişə də leksik olurlar, yadında saxla. Deməli, bir variantlı şəkilçilər dedik, daş, ıstan, xana, kar, keş, bax bu kimi sözlər bir variantlıdır. Amma, məsəl üçün, 2 variantlı şəkilçilərin tərkibində A-dan Ə saitlər olur. A, Ə, Ya, Yə, Da, Də, Ba, Bə. Hansı şəkilçinin tərkibində A gördüm, bir ki, o 2 variantlıdır. Onun o tərəfə deyil. 4 variantlı şəkilçilərin tərkibində qapalı saitlər olur. Qapalı saitlər hansılardır? Ay, sağ ol. Qapalı saitlər I, I, U, Ü. Ç, Çi, Çu, Çü, L, Li, Lu, Li, D, Di, Du, Dü. Görsən, bunlar hamısı 4 variantlıdır. Şəkilçilər də variantları yazılanda bu şəkildə yazılır. Məsəl üçün, tutaq ki, da'dırsa, bu bilirsən ki, A varsa dadə olacaq. Bunun başına 2 qoyarsan, çünki 2 variantlıdır. Və yaxud da Ç olanda bilirsən ki, bu 4 variantlıdır. Bunun başına 4 yazırsan. Bu onun variantını bildirir. Yəni bu 4 variantlıdır. Başa düşdün? Ona görə bax ki, burada cavab düzgün cavab nədir 4-də? 4'te kapalı saat. Ay, sağ ol. Cavab D variantıdır. Vəssalam, bu qədər sadə.